Seyyid Əzim Şirvaninin çox məşhur bir beyti vardı. Mən onu həcdə də təkrarlayırdım həmişə. Sənsiz ey ruhi rəvan, təndə təvanım yox idi. Tən izarımda təvan, cismidə canım yox idi. Ölməyib hicrdə kim vəslinə yetdim eymə. Səxti can olmağıma böylə gümanım yox idi. Bugün mən Cızır düzündəyəm və mən Allaha şükür edirəm ki, Allah mənə səxti can verdi ki, mən bugün gəlib bu daşları gözəl Cızır düzün bir də gördüm və mən neçə il bundan qabaq bir şeir yazmışdım. Vahidəm, Şuşaya həccə gedirəm. Bu şeiri bugün burada səsləndirmək mənim üçün böyük xoşbəxtlikdir. Mənə əl vurmayın, yol yorğunuyam. Bilmirəm gündüzdür, gecə gedirəm. Ayaq yalın, başı açıq tifiləm. Salıb dizlərimi gücə gedirəm. Xəzəllə doludur yolumun üstü. Hərdən soyuq olur, hərdən də isti. Başımın üstündə qapqara tüstü. Almıram bir zərrə vecə gedirəm. Bu yol vücuduma qəm dolu biçir. İsti yağışlardan üzüm nəm içir. Hərə öz yolunu bir cürə seçir. Mən özüm bilmirəm necə gedirəm. Mənə Səfa ilə Mərva nə gərək. Ağdam, Laçın yolun istəyir ürək. Qırxqız, Cıdır düzü Müzdəlifə tək. Vahidəm, Şuşaya həccə gedirəm. Əziz dostum, İdris Babayevi də salamlayıram. Bu gözəl anda sən qoşuldun. Belə həqiqətən çox qeyri-adi bir qoşulma oldu. Çox zövq aldım sənin. Bəni burada bu anda arayıb, axtarıb tapmağım.